Gənclərin nə dərəcədə rol oynaması və bu rolun nə dərəcədə özündə olması bizim bugünkü mövzumuzdur. Kifayət qədər aktualdır. Akademik anlayışlarda rəhbərlik sadəcə bir gənc anlayışını onlar 14-29 yaş arası vətəndaşlar qeyd etmişdir. Lakin mən fakt göstərirəm, bu gənclər siyasət haqqında qanundur. Qanunda göstərmişdir ki, gənclər yaşı 16-dan 35 yaşa qədər olan şəxslərdir. Özümüzün insan anlayışları, regionlar. Bakı şəhəri istisna olmaqla Azərbaycan Respublikasının digər bölgələri sosial-iqtisadi inkişaf, cəmiyyətin sosial və iqtisadi sahədə əldə etdiyi irəliləyişlər, gənclərin rolu 16-35 yaş arası vətəndaşların müvafiq sahəndə fəaliyyəti özünü doğruldur, effektiv, nəticə verir. Akademik meyarı. Gənclər cavan işlər, modern işlər qeyd edilər. Lakin bizim üçüncü spikerimiz çox fazla sual verdi ki, işləyən şəxslərin nə qədər hissəsini gənclər təşkil edir və onlar göstərə bilmədilər ki, həmin çalışanlarda nə qədər gənclər olur. Sonra da deyirlər ki, gənclər işləyir, qoza işləyir. Özləri isə göstərə bilmirlər ki, işləyənlərin nə qədər hissəsi gənclərdir. Əgər göstərə bilmirlərsə, deməli artıq bu gənclər fəaliyyət özünü doğrultur. Akademik birinci argumenti. Gənclər regionlarda maarifləndirmə işləri aparırlar. Və himlə bağlı mən fakt göstərirlər ki, gənclər himə qarşı fəaliyyətlər keçirilmişdir, maarifləndirmələr bir keçirilmişdir və bunun nəticəsində regionlarda himə yoxlamaz almışdır. Lakin buna fakt göstərmədilər ki, həmin bunun nəticəsində regionlarda azalmadır. Mən sizə fakt göstərirəm ki, regionlarda himin səviyyəsi Bakıdan daha aşağıdır. Akademik ikinci argument. Gənclər təşkilatlarının regionlarda göstərdiyi layihələr vardır ki, bu layihələr özləri sosial-iqtisadi inkişafa gətirib çıxarır. Lakin mən qeyd etmək istəyirəm ki, GHT-lər vardır. GHT-lər də gənclər təşkilatlarıdır ki, bu gənclər təşkilatları Bakıda GHT-lər daha çoxdur, nəinki regionlarda. Onlar təbii ki, gənclərin rolu var. Amma gənclərin rolu Bakıdadır. GHT-lər təbii ki, fəaliyyət göstərir. Lakin GHT-lərin əksəriyyəti Bakıdadır. GHT-lərin regional iştirakı azdır və bunun az olduğuna görə də burada gənclər çalışsalar belə onların rolu özündə olmur ki, bizə fakt göstərir. Faktda qeyd olunmuşdur ki, GHT-lər Bakıda daha çoxdur. Deməli, regionlarda olduğuna görə həmin bu GHT-lərin fəaliyyəti özünü doğrultmur ki, burada sosial-iqtisadi gətirib çıxarır. Akademikin üçüncü argumenti deyir ki, gənclər regionların inkişafı naminə müsbət işlər görmüş ki, bu deməli həmin bu işlər isə öz müsbət nəticəsini doğruldur və fakt göstərirlər ki, həmin bu Azərbaycanın qərarların qəbulunda gənclər daha çox olur. Və biz sizə üçüncü spikerimiz, yəni Çağdaş olaraq soruşduq ki, ümumiyyətlə qərarı kim verir? Qeyd ki, dövlət. Bəs yenə soruşduq ki, bəs dövlətdə neçə faiz, dövlət işə məmulatı neçə faizi gəncdir? Akademik cavab verə bilmədi. Sadəcə dedik ki, çox hissəsi gəncdir. Lakin bu belə deyil. Onlar göstərə bilmədilər ki, nə qədər hissəsi gəncdir və həmin bu gənc hissələr hansı qərarları göstərirlər və bu qərarlar regionlarla bağlıdır və bu qərarlar isə regionlarda sosial-iqtisadi inkişaf yoxdur. Biz demirik ki, sosial-iqtisadi inkişaf yoxdur. Hə, regionlarda sosial-iqtisadi inkişaf var ki, bunun haqqında Azərbaycan Respublikasının prezidenti qanun vermişdir ki, Azərbaycanda region sosial-iqtisadi inkişaf eləsin və göstərmişdir ki, həqiqətən inkişaf var. Çünki prezident qanun vermişdir və bu qanun əsasında inkişaf etmişdir. Lakin bu inkişafda gənclərin rolu özünü doğrultmur. Yəni ki, gənclər bunu göstərə bilərlər. O azı bir özünü doğrulur. Buna görə də həmin dediyimiz kimi regionlarda sosial-iqtisadi inkişaf var. Lakin burada gənclərin nasıl eləmək inkişaf? Keçmək istəyirəm özümüzün meyarına. Nə bundadır, nə onda, hal faktörə, bütanda. Biz burada hal faktörə dedikdə şərait nəzərdə tutulur. İşləmək üçün olan şərait nəzərdə tutulur. Gənclərin rolu üçün, gənclərin fəaliyyət üçün olan şərait nəzərdə tutulur. Bu şərait regionlarda olmur, dükan isə burada baş edir. Regionlarda olmadığına görə gənclər hara gəlirlər? Dükana, təbii ki, Bakıya. Buna görə də gənclərin rolu özünü doğrultur. Argumentlərimizə keçmək istəyirəm. Bizim birinci argumentimiz. Gənclər üçün yaradılan fəaliyyət şəraiti qənaətmə səviyyədə deyil. Biz burada fəaliyyət şəraiti deyildə iş yerləri nəzərdə tutulur. Bilirik ki, iş fəaliyyəti nəzərdə tutulur. İş fəaliyyəti qeyd etdiyimizdə həmin bu regionlarda əmək haqqı aşağı səviyyədədir. Əmək haqqı bundan əlavə sosial sığorta aşağı səviyyədədir. Və buna görə də regionlarda gedirlər gənclər işləməyə. Biz qalmırıq. Dövlət tərəfindən gənclər göndərilir işləməyə. Lakin bu yenə görür ki, burada həmin bu iş şəraitində problemlər var. Buna görə də ona qayıdırlar. Və buna görə də gənclərin özünü doğrultmuşdur ki, biz faktördə göstərilir ki, həmin bu Bakı şəhərindən başqa digər yerlərdə üstün şərait yaxşı deyil və buna görə də təbii ki, gənclər yolu özünü doğrultur. Və bizim
ikinci arqumentimiz regionların ümumi sosial inkişaf səviyyəsi aşağıdır. Burada göstərir karyera potensialı, təhsil səviyyəsi, səviyyə səviyyəsi və bunlar regionlarda daha aşağıdır. Və buna görə də nə olur? Regionlarda gəzən olurlar, lakin bura kifayət gələcək deyil. Ki, burada da göstərilmişdir ki, Bakıdakı şərait digər regionlarda yoxdur. Sonunda qeyd etmək istəyirəm, Pifaqorun belə bir söz var. Ya sussun, ya da susmaqdan daha xeyirli bir söz söyləyir. Əgər müəllif çıxışından sonra daha xeyirli bir söz var,